Selamun aleyküm arkadaşlar. Nasılsınız? Deməli belə bir mövzu var. Mövzunun adı Azərbaycanlılar. Sovet ideologiyası görmüş Azərbaycanlılar. Buna mürəkkəb tamamlıq deyir. Ya da nə deyirlər ay Allah? Complex object deyirlər. Halbuki ingiliscə belə bir mövzu yoxdur. Hər nəysə. Yəni o adı eşidəndə bilinci bu mövzudur. İki, toplu da bu finite, non-finite gedir. Yəni təsviflənən, təsviflənməyən fiillər. Uzun sözün qısası mövzunun adı budur. Yəni variantdan test tapanda belli. Ya ing, ya to, ya da heç biri. Yəni sadə fiil. Okay? Bu üçlük. Biz nəyi görəndə to seçəcəyik, nəyi görəndə ing, nəyi görəndə bunların heç biri. Yəni sadə fiil. Fiilin birinci kökü. Sadəcə əzbərləyəcək. Başqa heç nə. Deməli arkadaşlar, özüm to'dan başlamışam çünki sayıları çoxdur. Bunları əzbərləyək. Sadə fiil var. ing həm sadə fiil var və to. Deməli, ask, tell, allow, want, expect, order, remind, advise, would like. Bəzən bizimkilər should like da yazır. Encourage, promise və permit. Bunlardan sonra tamamlıq, daha sonra isə fiil vermək olur. Tamam mı? Ask, üstə gəl, tamamlıq, üstə gəl, fiil olanda həmin fiil to qəbul edilir. Eləcə də bu gördüklərimizin hamısı. Tellin də ikinci, üçüncü forması told olur. Məsələn, onlar ask me, məndən xahiş elədilər ki, nə eləyim? To help him. Yəni bu hərəkət buna aiddir, onlara. To isə nəyə aiddir? Tamamlığa. Uzun sözün qısası. Bir də deyirəm. Bu gördüyünüz fiillərdən sonra tamamlıq dalıca fiil gələcək. O fiildə ya to olmalıdır, ya ing, ya da bunların heç biri, yəni sadə fiil. Digər iki dənə variantda bəzək kimi dolduracaqlar. Sən görsən ki, ask, tell, allow, want, expect, order, remind, advise, would like, encourage, promise, permit. Bu fiillər lüboy zamanda ola bilər. Fərq eləmir. İstənilən zamanda olsun. Problem yoxdur. Amma burada gördüyünüz ancaq və ancaq to olacaq. Azərbaycan dilində təsviflənməyən fiil deyə bir şey var. Bu to da ingilis dilində infinitivdir. Yəni məstərdir. Tamam mı? Məstər. Niyə yazmır? Hər nəysə, məstər. Məstər təsriflənmir. Yəni şəxsi zamana, kəmiyyətə görə neyinləmir? Dəyişmir. Yəni bunu olduğu kimi neyniyəsiz? Seçəcəksiniz. To. Okay? Başqa heç nə. Görüm yazır, hə indi yazır. To seçəcəksiniz. Bu fiilləri gördünüz. Bunlardan sonra gələn tamamlıq sonra fiil həmişə nə seçəcəksiniz? To. Sadəcə bunları əzbərləyin. Mənalarını da əzbərləyin çünki bizə lazımdır. Dinləmədə lazımdır, oxuda lazım. Burada tərcümə işə yaramır. Bu mövzuda tərcümə önəmli deyil. Bu mövzuda önəmli olan nədir? Sadəcə bu fiillər əzbərdir. Bunu gördüm ing, bunu gördüm to, bunu gördüm sadə fiil. Anlatabiləm nə demək istəyirəm? Yəni tərcümə burada işə yaramır. Amma yenə də fiildir. Mənalarını bilmək lazımdır. Başqa mövzuda, başqa testdə tərcümə eləyə bilərik. Oxuda, dinləmədə və s. İndi gələk bura. Bunu bəlkə də çox görmüsünüz. Let və make. Make'in mənaları çoxdur. Nəyisə hazırlamaq, nəyisə düzəltmək. O mənada yox. Diqqətli olun. Make məcbur etmək mənasında. Make məcbur etmək mənasında adətən kimi məcbur eləyər? İnsanı. Heyvanı da məcbur eləyərsən, amma sizə düşən testlərdə müəllim uşaqları məcbur elədi. Nə bilim, polis sürücünü məcbur elədi ki, filan şeyi eləsin. Yenə də eyni şey. Let və make-dən sonra bir tamamlıq gələcək ki, tamamlıq yenə deyirəm, bu obyektli tamamlıq. İşi kiməsə deyirsən, nə bilim, kimə, kimi, nəyi, nəyə. Yəni sualın cavabı bu oldu, tamamlıq. Azərbaycan dilini də bilin, arkadaşlar. Mən tamamlıq deyən uşaqlar durub baxır. Və ondan sonra da bir fiil gəlir. Bu fiildə nə to ola bilməz, nə də ing ola bilməz. Bax, üstünə xət çəkirəm. Let və make-i gördüm, qardaş. Let və make-dən sonra bir söz birləşməsi, yəni tamamlıq gəlir. Ondan sonra gələn fiildə sən neynəyəsən? Nə to seçəcəksən, nə ing, yəni sadə fiil. Nə s qəbul eləyir, nə id qəbul eləyir. Heç bir şey. Fiil ikinci, üçüncü, beşinci formaya görə dəyişməz. Təsviflənməyən fiil. Buna da nə deyirlər? Bare infinitive, yəni to'suz məstər ingilis dilində. Yenə də deyirəm,
Let make'i gördüm, sadə feil seçəcəm. Bu da feildir. Bu da feildir. Bu feili sən şəxsə, zamana, kəmiyyətə görə dəyiş, istədiyi zamanda bir fərqi yoxdur. İki feil arasında da tamamlıq olacaq. Ondan sonra seçdiyin feildə heç nə verməyəcəksiniz. Let icazə vermək mənasında, make isə məcbur etmək mənasında. Bax, məcbur etmək. Make a choice, make a change, make a decision, make, nə bilim, tea, make, nə bilim, coffee. Bunlarla yox. Bunlar məcbur etmək deyil. Bunlar başqa feillərdir, başqa mənalar gəlir. Make Əli, make Vəli, make Cəlil, əlini vəlini məcbur etmək. Nəyə? Getməyə, gəlməyə, baxmağa, qışqırmağa, ağlamağa. Bax, o feilləri avtomatik toolsuz və ing-siz verəcəksiniz. Yerdə qalıb bu hiss, qavrayış bildirənlər. See, hear, feel, notice, watch, observe. Düz oxuyun. Hear deyirlər. Heard deyirlər. Yox, qardaş. See, saw, seen. Keçmişi və üçüncü forması. Hear ya da hear, heard, heard. Feel, felt, felt. Bunlar qaydalıdır, id ilə gəlir. Notice, watch, observe mənaları gözünüzün önündə. Yəni deyirəm, bu da məna önəmli deyil. Məna o zaman önəmlidir ki, mən bunu dinləmədə, oxuda bu feillər mənə çox lazım olacaq. Bir ara bu, məcbur etmək mənasında, okey? Bu da icazə vermək. Let, made. Hər neysə, see, hear, feel, notice, watch, observe'dən sonra yenə tamamlıq gəldi. Ondan sonraki feil, yəni buradakı feili, həm toolsuz məstər, yəni feilin birinci forması, kökü, sadə feil, mən buna heç nə deyirəm. Həm də ing seçə bilərsiniz. Məsələn, she saw me come, o mənim gəlməyimi gördü. O mənim gəldiyimi gördü. She saw me coming, o mənim gəldiyimi, gəlməyimi, o məni gələrkən gördü. Fərqi varmı? Var. Amma o sizə düşmür. Onu ancaq mən müəllimlərə izah edirəm. Tak ki, bura çox takılmır. She saw me coming, o mənim gəldiyimi gördü. She heard me singing, oxuduğumu eşitdi. She felt me speaking, danışdığımı hiss etdi. She noticed me coming, gəldiyimi gördü, hiss etdi. She watched me coming, gəldiyimi izlədi, gördü, baxdı. She observed me coming, gəldiyimi müşahidə elədi. Bir də deyirəm, bu üçüncü tərəfdə olan feillər ya to olacaq, ya sadə feil, ya da həm sadə feil, həm də ing. Onun da səbəbi onlardan öncə gələn bu feillərdir. Onlar istəyən bu feillərdir. Okay? Birinci tərəfdə gördükləriniz, əzbərlədiniz, ask, tell, allow, want, expect, order və s. let, make, see, hear, notice, feel və s. Bunlar şəxsə, zamana, kəmiyyətə görə dəyişər. Problem yoxdur. Amma sən buradakı feilləri ya to seçəcəksən, ya ing seçəcəksən, ya da sadə feil. Orada id verə bilmərsən. Orada ikinci, üçüncü qaydası feil verə bilmərsən. Orada s verə bilmərsən. Nə bilim, to seçirsən, əcəb etsən. To'dan sonra sadə feil ver. Feilə s vermə, feilə ing vermə, feilə id vermə. Məsələn, orada elə variantlar görəcəksiniz, yazıb ki, to going. Elə şey yoxdur. To go, go. Feilin birinci formasını seçin. Bax, burada da yazmışam. Oxuyasınız. Bir də iki feilin arasında biz nə gördük? Tamamlıq. Tamamlıq nədən sonra gəlir? Feildən sonra gəlir. Gəlib. Gəlib. Deməli, mən ora mübtəda verə bilmərəm. I, he, she, we, they, yox. Əgər şəxs əvəzi verməzsən, necə beləyirsən? Amma mübtədanı vermir. Çünki mübtədanın yeri haradır? Cümlənin tabaşı. Mübtədadan da sonra xəbər gəlir. I, he, she, we, they, yox. Onlar tamamlıq formalarını ver. Amma mübtədaları vermə. Belə variantlar da olur. Olacaq da görsəz səhvdir. Bu, bunun birinci hissəsi. Bunu aid indi testlər eləyəcək. 2-3 dənə mövzunu başa düşək. Sonra ikinci hissəni eləyək. Olar. Deməli, ikinci hissə neçədir bu? Neçənci səhifədir? 18-ci səhifədə, baxın. Məsələn, deyək ki, make. Məcbur etmək. Kimi? Şagirdir. Gözü tamamlıq gəlir. Və bu da məndən bir feil istəyir. Bu mövzuda da, qardaş, ya to seçirsən, ya sadə feil, ya da ing. Make nə istəyir? Nə to istəyir, nə ing istəyir. Cavab nə qalır? B. Eyni şey burada da var. Advise nə istəyir? To. Nə verəcəm bura? A. Expect nə istəyir? To. Nə verəcəm bura? C. Ask nə istəyir? To. Nə verəcəm? C.
Let nə istəyir? Heç nə. Yəni nə to istəmir, nə ing istəmir. Sadə fiil. Want nə istəyir? O da to. İndi bura baxın. Bura mən nə verim ki, burada sadə fiil olsun. Yəni sizə birinci tərəfi verib ikincini soruşa bilər. İkincini verib birincini soruşa bilər. Yenə də əzbərləməsi. To istəyir, to istəyir, to istəyir, to istəyir, to istəmir. Siz cavab nə çıxar? To istəməyən. Bu daha sadədir. Görək, başqa burada qeyri-adi, fərqli, try da to istəyəcək, onu birazdan deyəcək. Fərqli, promise to istəyir, encourage to istəyir, advice to istəyir və s. və ilaxıra beləsinə gedəcək. Qeyri-adi testlərdən bunlar düşmür. Yekə combul olanlardan da bir ikisini izah eləyək ki, anlayaq. Bax, burada to var. Deməli, mən bura nə verəcəm? To istəyən. To istəmir, to istəmir. Nə qaldı? 3, 4, 5. Bunu artıq özünüz yazın. Bunu da özünüz yazın. İndi bura bax. Happen. Sadə fiil də. Deməli, mənə nə lazımdır? To istəməyən. To istəyir, to istəyir. Amma cümlədə to görmürəm. Deməli, cavab nə çıxacaq? Bu. Bu qədər sadə. Başqa qeyri bir dənə də buna baxaq. Bu da əvvəllər düşürdü, day düşmür. Let nə istəyir? To istəmir. Make, aha, əla. Ask, əla. Let, to istəmir. Cavab qaldı 2-3. Bura qədər sadə. Qalanı sizin əzbərləməyinizə baxır. Bir də belə düşə bilər. Buna da bir dənə fikir verək. Bir də yuxarıdaşına da baxaq. Mən bura nə verim, nə olsun. Məsələn, let versəm, ing olmaz. Hətta burada bir şey də var. Diqqətlə, təzdən. Baxın, want-u verib. Want nə istəyir? To. İndi mən to olanları seçirəm. Seçdim. B ilə E. Let nə istəyir? Keçmişdə istəmir. Sadə fiil istəyir. Take. O da haradadır burada? Vəssalam, cavab B'dir. İndi bura baxaq. Ask nə istəyir? To. To. Amma iş orasında ki, cümlənin ortasına, bax, iki feilin arasında mən axı mübtəda verə bilmərəm. Düz demirəm, tamamlıq verməliyim. Onun cavabı nə qalır? Burada da var. Burada da var. Bu variantları çıxıram. Ask da to istəyir. Qalır bu. Buna da baxaq. Cümlənin ortasına mübtəda verib. Görürsünüz. Ask da to istəyir. Nə qalır? Anlatabildim nə demək istəyirəm? Cümlənin ortasında iki feilin arasında I, he, she, we, they verməyin. Çünki onlar mübtədadır. Mübtədanın yeri cümlənin əvvəlidir. Söhbət bağlanır. Okay? Və ya xəbərdən əvvəl dayanır. Feildən sonra gəlmir. Həmin o mübtada yox, əvəzdə nə seçirəm? Me, you, him, her, it, us, you, them, ya da başqa şəxs. Fərq yoxdur. Yəni bir dənə I, he, she, we, they olmasın. Belə, keçək ikinci mövzuya. Deməli, dostlar, bu ikinci mövzuda da söhbət nədən gedir? Bayaqçında ortaya nə girmişdi? Tamamlıq. Burada tamamlıq falan filan yoxdur. Direkt feildən sonra feil gələcək. Məsələn, sadə bir şey göstərim. I want to go. Çox gözəl yazır. I want to go. Mən nə istəyirəm? Getmək istəyirəm. Mən bura niyə to verdim? Azərbaycan dilində həmin o to-nun mənası məqməkdir. Yəni məstərdir də, məstər. To go, getmək demək. Deməli, go, getdirsə, to da məqmək deməkdir. İndi, Azərbaycan dilində getmək. Bu feili istəyən başqa feildir. Yəni, bu məstəri tələb edən istə feilidir. Getmək istəyirəm. Nə istəyirəm? Getmək. Deməli, istəyirəm. Burada tələb edir bizdən nə? Tamamlıq. Tamamlıq da budur. Getmək. Mən istəyirəm getmək. Yəni, sözümün canı odur ki, istəmək feili olmasa, istəyirəm deməsəm, bunu burada verə bilməyəcəksən. İngiliscəsində də eyni şey var. Yəni, to-nu burada tələb eləyən nədir? Want. Want. Okay? Deməli, want-dan sonra to gəlir. Permit-dən sonra feil gəlir, to verirsiniz. Əslində, ing-dir. Prosto burada to ilə veriblər. Nəysə, bunu gələ buradan çıxardım. Qarışmasın. Decide to, promise to, expect to, want to, bəziləri bayaqçında da vardı. Mean to, used to, bir zamanlar falan şey eləyərdi mənasını. Pretend to,
Fail to. Remember to da var, ayıncı da var. Try to, forget to, stop to. Bu da sifətdir deyə to. Onu aşağıda göstərəcəm. Okay? Məsələn, they decided qərarı aldı ki, to help me. Mənə kömək etməyi qərarı aldı. Kömək etsinlər. I didn't mean to hurt you. Sən xətə dəymək istəmədim. They pretended not to see me. Özən elə apardılar ki, görməyi görmədi. Ya da görməzliyə vururlar. I failed to help him. Yəni, uğursuz oldum da. Yəni, kömək edə bilmədim. I used to play tennis. Bir zamanlar tenis oynayardım. I'm eager to help him. Ona kömək etməyə can atam. Ya da istəkliyəm. Və s. və ilə axır. I promised to. Söz verdim filan şey eləməyə. Əzbərliksiz mənalarında bir də to istəyir, istəmir temasını əzbərliksiz. I suggested helping. Kömək etməyi təklif etdim. I remember helping. Xatırlayıram. Nəyi? Kömək etdim. I forgot meeting. Xatırlamam. Yəni unuttum. Nəyi? Filan şey. I stopped. Saxladım, dayandırdım. Nəyi? I regretted. Təəssüf etdim. Nəyə? Yəni sözümün canı bu feillərdən də sonra feil gələndə ayıncı qəbul edəcək. Hələ ki bu qəbula düşməyib. Buradan düşüb. Bir dəfə düşüb. İstənilən söz öndən sonra ayıncı, istənilən yiyəlikdən sonra ayıncı. Yəni, söz öndən sonra feil gəlsə, to seçmə, boşluq seçmə, ancaq feildə ayıncı seçəsən. Yiyəlik, my, your, his, her, it's, I, o deyilən də olsa, apostrof, s apostrof da olsa, fərqi yoxdur. Yiyəlikdən də sonra feil gələndə ayıncı qəbul edəcək. Bunu yadda saxlayın. Sonra, İstənilən isim, yəni dimin testlərindən danışma, bu da başqa şey də ola bilər. Yəni bu mövzuya aid testlərdə əsasən isimlə ki, ən çox bunu verəcəklər sifət. Sifətdən sonra for, filan kəs, filan şey də gələ bilər. Nəysə, sifətdən sonra direkt feil gələndə to'lu seçirsən. Məsələn deyək, it's time. Vaxtdır. Danışmaq vaxtdır. It's important. Vacibdir. To speak English. İngiliscə danışmaq vacibdir. It's important for me. Mənim üçün danışmaq vacibdir. Anlatabildim nə demək istəyirəm? Yəni belə, sifət gördüm, 3 nöqtə, to, sifət for filan kəs, yenə də to seçirsiniz. Bir də əmr cümləsi necə düzəlir ki, bunu biz əvəzlikdə keçmişdik. Bu reflexive pronouns deyəndə ki, məsələn, cümlə əmr cümləsində olanda yourself, yourself seçirsiniz, yazı gəlir. Xitab olanda xitaba baxırdıq. Əmr cümləsi birbaşa feillə düzəlir. Bizdə də elədir. Get, gəl, bax, bunlar da gəl, bax, go, come, here, speak. Və əmrin də inkarı bizdə mamədir, danışma, gəlmə, getməyin, gəlməyin, ikinci şəxsdə. İngiliscə don't-la düzəlir. Və sonunda da adətən testlərdə nida işarəsi qoyacaqlar. Speak, danış, don't speak, danışma. Budur. Testdəki inkarı belə düzəlir. Sonra had better var. Modal da əslində, modallarda vermirlər. Danışıqda istifadə olur ingiliscə. Sadəcə sualların içində olduğuna görə bunu izah edirəm. You had better go, she had better go, I had better go. Şəxsə kəmiyyətdə zamana görə dəyişmir. Keçmişi göstərmir, ancaq indi və gələcəyi göstərir. Qısa forması budur. Özünə sonra direkt feil gəlir. Okay? İnkarı buradan düzəlir, not. Bu birisinin də inkarı buradan düzəlir, not. You had better help him. Yaxşılaş ona kömək eləyəsən. I'd deyirəm. I had, qısa forması I'd better help him. Yaxşılaş ona kömək eləyim. Və belə bir şey. Not help him, kömək eləməyim. Would rather da eyni şey çıxır. Belə eləyərdim, elə eləyərdim. Seçərdim. Yəni bunu tərcih eləyərdim. Okay? Bu anlamda. I would rather ya da I'd rather. Yəni help. Yəni sadə feil seçiz. Topluda testlərdə var deyə bunu salmışam. Yoxsa ehtiyac yoxdur. Yəni bu boyda ikinci səhifədən cəmi düşən bu olub bircə dəfə düşüb və salam. Try'dan sonra to gəlir. Gəlmişkən bununla görə bilərsiniz. İndi bunlara aid test eləyək. Sadəcə bunları əzbərləyirsiniz. Bunlara aid bir iki dənə testə baxaq, temanı başa düşün daha da. Deməli arkadaşlar, bunun da səhifəsi 29. Əslində eyni temadır bayaqçı ilə. Söz önü, söz önü, söz önü, söz önü. Söz önündən sonra feil gələndə nə seçəcəm? Ayıncı. Söz-söhbət bağlandı.
Okay? ing sadəcə feilin sonuna əlavə edilir. Yəni, bəzən görəcəz, yenə deyirəm, məsələn, belə bir şey, to, feil, ing. Belə bir şey yoxdur ingilisində, özünüzdən Amerika çıxartmayın. Bu əmr cümləsi. Əmr cümləsi ya sadəcə feillə düzələcək, ya da inkarda don't, do not, bununla. Do not. Əmr cümləsində to olmur. Do not'un da qısa forması don't. Do not go. Getmə ya da don't go, getmə. Budur. Onda 5'ten olacaq. Bu. Yoxsa bu. Yoxsa not be deyə bir şey yoxdur. Don't be olar. Belə əmr yoxdur. Let them feil yoxdur. Çünki let nə istəyir? Feil istəyir. Qalır be. Sakit olun. Bunu zaten bilirik. To istəyir. Bu da to istəyir. O birisindən qaçışdırırlar. Yəni bu iki mövzu bir-birinə niyə qatmırlar? Oradan test burada da var. Buradan test orada da var. Aləmi qatırlar bir-birinə. To istəyir. Amma suggest ing istəyir. To istəyir. ing istəyir sözünü. Fərqli bir şey axtarıram. Məsələn, yiyəlik falan filan görmək istəyirəm. Try to istəyir. Decide to istəyir. Suggest ing istəyir. About sözünü də ing istəyir. Of ing istəyir. On ing istəyir. It's important. Sifətdir. ing istəyir. Stop. Həm ing həm to istəyir. Ay müəllim, burada üçüsü də var, yoxdur. To'dan sonra ing gəlmir. To talk deyirsə. Burada da s oluyor. To talk. Bəli, ikisi arasında fərq var. Stop'da, remember'da, forget'da, regret'da, bunlardan sonra ing və to'nun gəlməsi fərq var, amma o sizə düşmür. Onu müəllimlərə keçəm. Sizə sadəcə testi seçmək lazımdır. Eager gördünüz, to verəcəksiniz. Söz önü ing verəcəksiniz. About söz önüdür, ing verəcəksiniz. Suggest ing verəcəksiniz. Bad nə verəcəksiniz? To verəcəksiniz. Bu qəşəng test. Amma imtahana belə düşmür də. İndi expect nə istəyir? To istəyir. Ask nə istəyir? To istəyir. Make nə istəyir? Heç nə. Onda cavab olur D variant. Okay. Baxa görə burada başqa qeyri-adi nə var? Məsələn, bunu da salıblar. Bir dənə burada gördüm, nəsə gözümə sataşdı. Have something materialda yoxdur. İstəsəz qeyd eləyə bilərsiniz. Get və burada cansız bir şey gələcək, bir söz. Ya da lap insan gəlsin, fərq yoxdur. İdi verin ya da feilin üçüncü forması. Materialda yoxdur, bunu bir dənə qeyd eləyərsiniz. Bax, burada bunu deyirəm. Sonra soruşacağım ki, mən burada nə dedim? Nə dedim? Yəni, deyəcəm ki, səhifə 31-də mən nə demişəm? Bu sözümə cavab verən deməli materialın izahına qulaq asıb. Video izaha baxıb. Səhifə 31-də mən nə demişəm? Mən dedim ki, bax, da dediyimi deyirəm. Have, get, cansız, tamamlıq, amma cansız. Gələndə idi ya da qaydası feillərin üçüncü formasını seçməliyik. Yəni, burada cavabın olacaq E variantı. İndi mən soruşsam ki, səhifə 31-də nə demişəm? Bax, bunu mənə qaytarmalısınız. 23-cü dəqiqədədir. Yuxarıda dəqiqə gedir, siz görmürsünüz. Başqa görək burada nə var? Başqa qeyri-adi heç nə yoxdur. Yiyəlik də görsəz, yiyəlikdən də sonra yenə ing verəcəksiniz. Difficult, mean to, difficult, sifətli, o da to. Belə. Yəni bir dənə let, make, see, hear, note, feel, watch, observe-də fiili birinci formada verə bilərsiniz. Bunlar yoxsa, qalan hallarda nə axtaracam? Ya ing ya da to arasında seçim etməliyəm. Belə arkadaşlar, hələlik görüşərik.